Bismillahirrahmanirrahim ve sallallahu ala seyyidina Muhammed ve alihi tahirin. Sallallahu aleyke ya Eba Abdillah. Aşura, iradlar və həqiqətlər. Dəyərli tamaşaçılar, bugünkü mövzumuz Aşura, iradlar və həqiqətlər verilişində bu barədədir. Bəziləri sual edirlər, Aşura matəmini qeyd eləmək, keçirmək caizdir, yoxsa yox? Yəni, bizlər ki, matəm saxlayırıq, İslami baxımından İmam Hüseyin əleyhissalamın matəmini saxlamaq icazəlidir, yoxsa yox? Kərbəla hadisəsindən sonra müsəlmanlar əsrlər boyu Aşura gününü hüzn və matəm günü kimi yad etmişlər. Amma tarix boyu bəzi insanlar belə sual veriblər. Aşura matəmi İslamda icazəlidirmi? Ağlamaq və yas saxlamaq dinə uyğundurmu? Peyğəmbər sallallahu aleyhi və səlləm və Əhl-i Beyt əleyhissalam belə edibmi? Matəmin həddi nədir? Bu mövzuya biz emosional deyil, Quran, hədis və İslam tarixi baxımından yanaşmağa çalışacaq. Bu çox önəmli mövzulardandır. Hal-hazırda da vəhhabilər belə iradlar edirlər. Əvvələn bunu qeyd edək. Matəm insan fitrətinə uyğundur. İnsan sevdiyini itirəndə kədərlənir. Bu fitri bir hissdir. İslam insanın təbii hisslərini inkar etmir. Əksinə onları düzgün istiqamətləndirir. Quran-ı Kərimin özündə də peyğəmbərlərin ağlaması qeyd olunur. Peyğəmbərlər də bəzi məsələlərə görə ağlayıblar. Buna biz Həzrəti Yəqubu misal vura bilərik. Həzrəti Yəqubun ağlaması Quran-ı Kərimdə gəlib. Allah Teala Quran-ı Kərimdə belə buyurur ki, Həzrəti Yəqub əleyhissalam oğlu Yusifin ayrılığına görə illərlə ağladı. Yusif surəsi 84-cü ayədə Allah Teala onun gözləri qəm-qüssədən ağardı deyir. Bu ayə göstərir ki, sevilən bir insan üçün ağlamaq İslamda qadağan deyil. Əgər ağlamaq haram olsaydı, Quran bir peyğəmbərin bunu etməsini nəql etməzdi. Bu fitri bir istəkdir, peyğəmbərlər də bunu edib. Peyğəmbərin sallallahu aleyhi və səlləmin ağlaması. Hədislərdə qeyd olunur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir çox hallarda ağlayıb. Məsələn, oğlu İbrahim vəfat edəndə, bəzi səhabələr şəhid olanda, hətta gələcəkdə İmam Hüseyin əleyhissalamın şəhadətini eşidəndə, biləndə tarixi rəvayətlərdə gəlir ki, Cəbrail əleyhissalam Peyğəmbərə Kərbəla hadisəsini xəbər vermişdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də ağlamışdı. Bu, Aşura hüznünün kökünün Peyğəmbər dövrünə qayıtdığını göstərir. Bəs Peyğəmbər də ağlayıb. Başqa bir məsələ İmam Hüseyin əleyhissalama ağlamağın haqqında gələn hədislərdir. Şiə qaynaqlarında İmam Hüseyin əleyhissalama ağlamağın savabı barədə çoxlu hədislər vardır. İmam Sadiq əleyhissalam belə buyurur. Hüseyin üçün ağlayan və ağladan gözlər qiyamətdə sevinər. Bu hədislərdə məqsəd sadəcə emosional ağlamaq deyil. Məqsəd haqq uğrunda verilən qurbanlığı unutmamaqdır. Bu çox önəmli məsələdir. Pəs ola bilər, siz soruşasınız, bəs bu matəmin, ağlamağın, yas saxlamağın fəlsəfəsi nədir? Aşura matəmi sadəcə kədər mərasimi deyil. Bu, haqqı yad etmək, zülmə nifrət etmək, Əhl-i Beytə sevgini göstərmək və Kərbəla mesajını yaşatmaqdır. Budur matəmin fəlsəfəsi. Matəm tarixi yaddaşı qoruyur. Əgər Kərbəla unudulsaydı, İmam Hüseyin əleyhissalamın dünya səviyyəsində olan mesajı da
zəifləyə bilərdi. Bu məsələyə də diqqət eləmək lazımdır ki, matəm və hüzn yalnız və yalnız Şiə mənbələrində gəlməyib. Bəlkə sünni mənbələrində də Aşura hüzni bir çox sünni alimləri tərəfindən qeyd olunub. Bir çox sünni alimləri İmam Hüseyn əleyhissalamın şəhadətini böyük faciə hesab etmişlər. Tarixçilər əgər misal göstərmək istəsək, İbn Kəsir sünnilərin böyük alimlərindən hesab olunur. Təbəri, İbn Əsir və bu kimi alimlər Kərbəlanı ağır hadisə kimi öz kitablarında qeyd ediblər. Bir çox sünni alimləri də İmam Hüseyn əleyhissalamın şəhadətinə görə kədərlənməyi təbii olduğunu bildirirlər. Məsələn, təbii bir məsələdir ki, insan gərək Kərbəla hadisəsini, İmam Hüseyn əleyhissalam şəhadətini eşidəndə gərək kədərlənsin. Bəs nəyə əsasən bəzi insanlar bu matəmə qarşı çıxırlar? Hədəf nədir, məqsəd nədir? Diqqət etmək lazımdır. Əsas mübahisə matəmin özü ilə yox, bəzi ifrat formaları ilə bağlı olub. Çünki İslam insanın özünə ciddi zərər verməsini, dinə xələl gətirən davranışlarını təsdiq etmir. Bu səbəbdən bir çox böyük şiə alimləri də matəmin şəriət çərçivəsində ağıllı və dinə uyğun şəkildə keçirilməsini vurğulayırlar. Yəni bu məsələdə də ifrat olmamalıdır. Matəm lazımdır, matəm olunmalıdır, matəmin dinə heç bir zərəri yoxdur, sadəcə olaraq normal çərçivədə. Sinə vurmaq və mərasimlər haqqında demək olar ki, tarix boyunca matəmin bir sıra başqa formaları da vardı. Məsələn, sinə vurmaq və dizə vurmaq mərasimləri haqqında. Tarix boyunca müxtəlif xalqlarda matəm formaları da fərqli olub. Əsas məsələ Kərbəla mesajını yaşatmaq, Əhl-i Beytə sevgini göstərmək və dini dəyərləri qorumaqdır. Əgər bir mərasim İslama zərər vurarsa, dinin yanlış tanınmasına səbəb olarsa, alimlər onu uyğun hesab etmirlər. Hər bir şeyin özünə məxsus çərçivəsi, dini çərçivəsi olmalıdır. Qurban baxımından Əhl-i Beyt əleyhissalama sevgi bəsləmək Allahın istəyidir, tələbidir. Allah Teala Quran-ı Kərimdə buyurur, Şura surəsinin 23-cü ayəsində: De, mən sizdən bunun müqabilində Əhl-i Beytə sevgidən başqa bir şey istəmirəm. Qul la əsəlukum əleyhi əcra illəl məvəddətə fil qurba. Aşura matəmi Əhl-i Beyt əleyhissalama sevginin Aşura matəmi Əhl-i Beytə sevginin ən güclü təzahürlərindən biridir. Çünki sevgi yalnız dillə olmur. İnsan sevdiyinin dərdinə gərək şərik ola. İnsan əgər öz sevdiyinin dərdinə şərik olmursa, burada sevgidən söhbət gedə bilməz. Həzrəti Zeynəb salamullah əleyha demək olar ki, ilk matəm saxlayanlardandır. Kərbəladan sonra ilk matəm məclislərini yaşadanlardan biri demək olar ki, xanım Zeynəb salamullah əleyha idi. Əsirlik dövründə Kərbəla hadisələrini danışır, İmam Hüseyn əleyhissalamı yad edir və xalqı və müsəlmanları ağladırdı. Bu Aşura məclislərinin ilk nümunələrindən hesab olunur. Bu məsələyə də diqqət edək. Bəzən sual edirlər, matəm niyə bu gündə yaşayır? Çünki Kərbəla sadəcə keçmiş hadisə deyil. Kərbəla haqq və batilin savaşı, ədalət və zülmün qarşı durması, vicdan və dünya sevgisinin imtihanıdır. Bu tarixdə baş verdi, tamam oldu, belə deyil. İnsanlar Aşura mərasimlərində yalnız tarix dinləmir. İnsanlar bu məclislərdə öz vicdanlarını yeniləyirlər, təzələyirlər.
Bu mərasimlərin, bu matəm mərasimlərin mənəvi təsiri vardır. Aşura məclisləri insanı günahdan uzaqlaşdıra bilir. Mənəviyyatını gücləndirə bilir. Əhl-i beytə bağlılığı artıla bilir. Bir çox insanlar məhz bu məclislərdə tövbə edib namaza başlayıblar. Öz həyatlarını müsbət mənada dəyişiblər. Bu matəmin mənəvi gücünü göstərir. Bu matəm mərasiminin mənəvi güclərindən biridir. Nəticə itibarı ilə əgər biz desək ki, bu matəm haqqında nə deyə bilərik, bu nə üçün olmalıdır, diqqət eləmək lazımdır. Aşura məktəbi, Aşura matəmi İslamda kökü olan Qur'an, Peyğəmbər sünnəsi və Əhl-i Beyt sevgisi ilə əlaqəli bir anlayışdır. İmam Hüseyin əleyhissalama kədərlənmək, onu yad etmək və Kərbəla mesajını yaşatmaq müsəlmanların mənəvi həyatında mühüm yer tutur. Amma İslam eyni zamanda öyrədir ki, matəm şəriətə uyğun olmalıdır. Matəm hikmətli olmalıdır. Matəm İslamın gözəl simasını qoruyan bir şəkildə olmalıdır. Çünki Kərbəlanın məqsədi yalnız və yalnız ağlamaq və ağlatmaq deyil, bəlkə oyatmaqdır və oyanmaqdır.